Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən 44 günlük Vətən müharibəsindən əvvəl cəbhə xəttində baş verən toqquşmalar mövzusudur. Bilirik ki, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında Bişkek protokolu imzalanmışdı, Bişkek sazişi imzalanmışdı. Bunun nəticəsində də Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilmişdi. 2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra Ermənistanla sülh danışıqlarını davam etdirməklə yanaşı, həm də 2004-cü ildə İlham Əliyevin verdiyi tapşırığa əsasən informasiya müharibəsində müdafiədən hücum diplomatiyasına keçilməsi vəzifəsi irəli sürüldü. 1994-cü ildə biraz əvvəl də dedim, Bişkek sazişi imzalanmışdı. Bişkek sazişinə əsasən hərbi əməliyyatlar dayandırılsa da, ermənilər tez-tez təmas xəttində, sərhəd bölgəsində silahlı toqquşmalar törədirdilər. 2010-cu ilin yayında ermənilərin növbəti təxribatı baş verdi, ancaq Azərbaycan ordusu tərəfindən bu təxribatın qarşısı alındı. 2010-cu ilin iyununda Azərbaycan ordusunun giziri Mübariz İbrahimov tək başına cəbhə xəttini keçərək çoxlu erməni məhv etmişdi. Buna görə də Ermənistanda matəm elan edilmişdi. Mübariz İbrahimova köməyə gedən döyüşçü yoldaşı Fərid Əhmədov da qəhrəmancasına şəhid olmuşdu. Həm Mübariz İbrahimova, həm də Fərid Əhmədova 2010-cu ildə İlham Əliyevin sərəncamı ilə mükafata layiq görülmüşdü. Mübariz İbrahimov Azərbaycan Milli Qəhrəman adına, Fərid Əhmədov isə igidliyinə görə medalına layiq görülmüşdü. 1994-cü ildə imzalanmış Bişkek sazişindən sonra ən mühüm hərbi əməliyyat, ən geniş xarakterli hərbi əməliyyat 2016-cı ildə baş vermişdi. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən bu döyüşlər 4 günlük müharibə adlanır. 2016-cı ildə atəşkəs rejimi dövründə cəbhə xəttində dedik, ən böyük hərbi qarşıdurma baş verdi. Aprelin 1-dən 2-sinə keçən gecə Ermənistan ordusunun təxribatına cavab olaraq Azərbaycan ordusu əks hücuma keçdi. Qısa müddətdə ermənilərin xeyli texnikası və canlı qüvvəsi məhv edildi. Bu dövrdə 2016-cı ilin aprelində müharibənin başlamasının səbəbi nə idi? Səbəbi Azərbaycanın cəbhə boyu bütün yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasından ibarət idi. Bu hərbi əməliyyatlarda Azərbaycan ordusunun məqsədi nə idi? Təcavüzkar ermənilərin hücumlarının qarşısını almaq, bir də mülk əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. Döyüşlərin gedişatı necə oldu? Aprelin 2-sində artıq Azərbaycanlılar silahlı münaqişəni dayandırmaq haqqında qərar qəbul etdilər. Lakin ermənilərin növbəti təxribatı baş verdi. Buna cavab olaraq Azərbaycan ordusu aprelin 3-dən 4-ünə keçən gecə baş verən döyüşlərdə Ermənistan ordusunun mühəndis istehkam xəttini yararaq strateji əhəmiyyətli bir sıra mövqeləri azad etdi. 2016-cı ilin aprelin 4-də və 5-də Azərbaycan ordusu uğurlu hərbi əməliyyat keçirdi. Madagiz yaşayış məntəqəsində yerləşən düşmənin strateji əhəmiyyətli qərargahı və əsas hərbi hissələri məhv edildi. Döyüşün nəticəsi nə oldu? Azərbaycan ordusu bilirik ki, aprel döyüşləri zamanı böyük uğur, zəfər qazanmışdı. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yaradan Talış kəndi ətrafındakı yüksəkliklər, Goranboy rayonu istiqamətində bəzi mövqelər düşməndən azad edildi. Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdi. Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildi. 1994-cü ilin yanvar-fevral aylarında baş verən hərbi əməliyyatlar nəticəsində Cocuq-Mərcanlı kəndi işğaldan azad edilmişdi. 1994-cü ildə işğaldan azad edilib, 2016-cı ildə isə bu kəndin təhlükəsizliyi təmin edilmişdi. Döyüşlərin dayandırılmasının səbəbləri nələrdir? Beynəlxalq qurumlarının müraciətləri, bir də Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticəsində hərbi əməliyyatlar dayandırılmışdır.
Aprelin 5-də Moskvanın vasitəçiliyi ilə atəşkəs elan edildi, hərbi əməliyyatlar dayandırıldı. 2016-cı ilin aprelində baş verən döyüşlərin əhəmiyyəti nə idi? Azərbaycan ordusu qalib gəldi. Xalqımızda hərbi vətənpərvərlik əzmini daha da yüksəltdi. Xalqımızın gələcəkdə qazanılacaq qələbəyə inamını daha da artırdı. Dünyaya ordumuzun gücünü, birliyini, qələbə əzmini göstərdi. Ermənistan ordusunun məğlub edilməzliyi haqqında mifi ləğv etdi. Ohanyan xəttinin keçilməzliyi haqqında mifin dağılmasına səbəb oldu. Həmçinin 2016-cı ilin aprel döyüşləri erməni ordusunda ruh düşkünlüyünə səbəb oldu. Döyüşlərdə fərqlənən əskər və zabitlərimiz bir sıra medal və mükafatlara layiq görüldü. Aprel döyüşləri zamanı bir qrup hərbi xidmətçilər, hərbi xadimlər Azərbaycan milli qəhrəmanı adına layiq görülmüşdür. Kimlərdən bunların adını deyə bilərik? Bunlardan Murad Mirzəyev, Samid İmanov və Şükür Həmidovun adlarını deyə bilərik. Şükür Həmidov 2020-ci ilin 44 günlük vətən müharibəsində də iştirak edib. Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Aprel döyüşlərindən sonra Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə bir sıra görüşlər keçirildi. ATƏT Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin iştirakı ilə bilirik ki, Minsk qrupunun həmsədr ölkələri hansılardır? Rusiyadır, Fransadır və ABŞ-dır. Bunların nümayəndələrinin iştirakı ilə əvvəlcə Viyanada, daha sonra isə Rusiyanın iştirakı ilə Sankt-Peterburqda üç tərəfli görüşlər keçirilmişdir. Təəssüflər olsun ki, ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demək olar ki, heç bir müsbət irəliləyişə nail olmamışdır. Azərbaycan ordusunun 2018-ci ildə keçirdiyi hərbi əməliyyat isə Günnüt əməliyyatıdır. Azərbaycan ordusu üçün Günnüt əməliyyatı da uğurlu nəticələnmişdir. 2018-ci ilin 20-27 mayında Naxçıvanda əlahiddə ümumi qoşun ordumuzun əks-həmlə əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri, işğal edilmiş ərazilər işğaldan azad edilmişdir. Hansılardır? Şəhər rayonunun Ağbulaq, Qızılbuqaya yüksəlişləri və həmçinin Günnüt kəndi ordumuzun nəzarətinə keçdi. Ümumi olaraq 11.000 hektar ərazi işğaldan azad edildi. Həmçinin ordumuz İrəvan, Gorus, Naxçıvan, İrəvan, Gorus, Laçın, Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı da əldə etdi. Artıq Azərbaycan ordusunun 2018-ci ildə də mühüm uğurlar qazanması Azərbaycanın gələcəkdə bütövlükdə torpaqlarını azad etməsini şərait yaradırdı və bunu göstərirdi. İlham Əliyev Qarabağ münaqişəsinin sülh yolu ilə hər zaman bildirirdi ki, sülh yolu ilə həllinə tərəfdardır. Lakin artıq bu yol tükənsə, Azərbaycan ordusu artıq hərb yolu ilə torpaqlarını işğaldan azad edəcəkdir. 2018-ci ilin yayında Ermənistanda Soros fondunun və xaricdəki erməni lobbisinin dəstəyi ilə Ermənistanda dövlət çevrilişi baş verdi və bunun nəticəsində Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəldi. Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlar özü bildirirdi ki, sülh tərəfdarıdır. Lakin zaman keçdikcə tam şəkildə bunun əksini göstərdi. Artıq sülhə tərəfdar olmadığını göstərdi. Bunlar da nələr sübut edir? 2019-cu ilin martında Ermənistan Müdafiə Naziri New Yorkda erməni lobbisi ilə görüşdə bildirmişdi ki, artıq yeni müharibə başlasa, yeni müharibə yeni ərazilər deməkdir. Bildirirdi ki, Ermənistan ordusu ərazisini daha da genişləndirəcək. 2019-cu ilin avqustunda həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndinə qanunsuz səfər zamanı Qarabağ Ermənistandır və nöqtə iddiası ilə çıxış etdi. 2020-ci ilin mayında Nikol Paşinyan iştirakı ilə Şuşada qondarma rejiminin and etmə mərasimi keçirildi. 2020-ci ilin avqustunda Qarabağın təməz xəttində Ermənistan hərbiçiləri təxribat törətməyə cəhd etdi. Bu dövrdə Ermənistanın baş naziri Nikol Paşinyan sülh danışıqlarının formatını dəyişdirməsi, həmçinin bildirirdi ki, Qarabağın separatçı rejimi də sülh danışıqlarında iştirak etsin. Bu şərtlər Ermənistanın bir növ qızışdırıcı
müharibə ritorikasından xəbər verirdi. Ermənistanın bu qızışdırıcı müharibə ritorikasına İlham Əliyev 2019-cu ilin oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilən Valday Beynəlxalq Diskussiya Klubunun sessiyasında cavab verdi. Bildirdi ki, Qarabağ Azərbaycandır və nida. 2020-ci ilin fevralında Almaniyada Münhen Təhlükəsizlik Konferansında Paşinyan güya sübut etməyə çalışırdı ki, Qarabağ Ermənistanın torpağıdır. Lakin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tarixi faktlarla Nikol Paşinyanı gülünc vəziyyətində qoydu. Artıq 2020-ci ildə də bir sıra hərbi əməliyyatlar baş vermişdi. Bu hərbi əməliyyatların ən önəmlilərindən biri də Tovuz döyüşləri idi. Tovuz döyüşləri 12-23 iyul 2020-ci illərdə baş vermişdi. Bu döyüşlərdə düşmənin məqsədi nə idi? Düşmənin məqsədi sərhəddəki strateji yüksəklikləri ələ keçirməklə Azərbaycandan Gürcüstana keçən beynəlxalq neft və qaz kəmərlərini nəzarətdə saxlamaqdan ibarət idi. Nə vaxt başladı Tovuz döyüşləri? Bildirdik ki, 2020-ci ilin iyulun 12-sində Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində yerləşən yüksəkliklərə hücumu ilə başladı. Həmçinin bu dövrdə Ağdam və Əlibəyli kəndləri atəşə tutuldu. Düşmənin təxribatının qarşısını almağa çalışarkən 12 yüksək rütbəli Azərbaycan hərbçisi və bir mülki şəxs həlak oldu. Həmçinin bu şəhid olanlar içərisində Polad Həşimov və İlqar Mirzəyevi də qeyd etmək olar. Həmçinin Tovuz döyüşləri nəticəsində düşmənin xeyli sayda texnikası, silah-sursat ehtiyatları da məhv edildi. Artıq Tovuz döyüşləri nəticəsi nə oldu? Tam şəkildə Azərbaycan ordusunun qalibiyyəti ilə nəticələndi. Tovuz döyüşlərində düşmənin Tovuz və Qazax rayonları ərazisindən keçən Bakı, Tiblis, Ceyhan əsas ixrac neft kəmərini, Bakı, Tiblis, Ərzurum qaz kəmərlərini təhlükəyə atmaq planları alt-üst oldu. Həmçinin Bakı, Tiblis, Qars dəmir yol xəttində təhlükəyə atmaq planları artı-üst oldu. Tovuz döyüşləri Azərbaycan ordusunun qalibiyyəti ilə nəticələndi. Tovuz döyüşləri Ali Baş Komandan Ordu Xalq Birliyini nümayiş elətdirmiş oldu. Prezidentin çağırışı ilə artıq minlərlə insan hərbi komissarlıqlara üz tutdu. Tovuz döyüşləri, Azərbaycan ordusunun uğurlu Tovuz döyüşləri 44 günlük müharibədəki qələbənin başlanğıcı oldu. Tovuz döyüşlərindən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Polad Həşimov və İlqar Mirzəyev və Azərbaycanın milli qəhrəmanı adı verilmişdir. Bu dərslə bağlı bu qədər.